Mərhəmət hansı altı, xoş gəldiniz. Bugün sizdən səmimi bir söhbət eləmək istəyirik. Siz ATUNun 4-cü kurs tələbəsiniz və bizim şirkət vasitəsilə İzmirə qədər praktikada olursunuz. Hansı bölümüydü? Ginekologiya və qadın doğum. Əla. İlkin təəssüratlarınızı bir danışın, ona uyğun da suallar verək. Düzdür, mənim maraqlı suallar var, qeyd eləmişəm. Qadın doğum ümumiyyətlə çox qəşəng bir şöbədir. Belə ki, insanın özündən çox asılıdır. Yəni gedib orada qıraqda duraraq bir şey əldə edə bilməzsiniz. Ona görə cal atmaq lazımdır. Biz gedəndə biz dedik ki, mən xüsusən də getdim şöbə müdirinə dedim ki, mən istəyirəm bir konkret bir həkim olsun, onunla əməliyyata girmək istəyirəm. Çünki girdiyim əməliyyatı başa düşməliyəm ki, bu xəstəlik nədir, hansı şərtlərlə gəlir və hansı əməliyyat edilir. Başdan sona qədərdir, diaqnoz qoyulmamışdan əməliyyata. Bəli. Hətta elə vaxtlar olurdu ki, doktor məni özünə yardımcı olaraq da alırdı əməliyyatda. Bəli, videolarında. Hocanızın adı nə idi orada? Nuriye Yıldırım. Çox yaxşı bir doktor idi. Hətta məndən sonra sizin göndərdiyiniz bir tələbə də gəldi. Dedi ki, mən də istəyirəm ki, hansı bir həkim yanında olub. Ona təşrif elədim, gəl burada dur. Mənim axırıncı günüm idi orada. 1 saat durdu, sonra arxamca qəsəd çox sağ ol, Nuri Hoca çox yaxşı idi. Yəni, mən indiyənə kimi belə bir yer görməmişim məsələn. Yəni, siz belə çalışın, bizi orada tələbələrimiz də hətta özünüzə yer tapmışsınız, bir dənə tələbəyə göndərirsiniz. Dedim ki, bura gəlin, ağlınız olsun, bura gəlin. Burada olsun. Bütün bölgə İzmirdə ümumiyyətlə bu aralara gedən tələbələrin düzdür. Bu sözsüzdür ki, ilk həftəsi demək olar ki, %70'i, %80'i bizə yazırdı. İsmail bəy burada necə eləyəcək, bizə baxan yox. İkinci həftə özüm yazırdım ki, necədir? Yaxşıdır, hər şey qaydasındadır. Öyrəşirlər bizim. İstərsəniz elə, siz məsəl üçün deyirəm də, burada hər hansı bir xəstəxananın təsəvvürü gedir. Deyirlər ki, bir korpusda getdim. Özünüz görüldü İzmirə gedənə boyladı. Bir başına getməyə nə qədər vaxt sərfdir? Çox böyük xəstəxanadır. Və ora siz gedən kimi adaptə olmağınız mümkündür. Həm də hər ay təzə bir tələbə gəlir. Onların da adaptə olmağı çətindir bizə. Yəni istərseniz, bəs belə də getdiniz, şöbəni bəyənmişsiniz, hocanı bəyənmişsiniz. Orada əməliyyat sayısı olaraq və ya əməliyyatların gəlizliyi olaraq sizi qan elədi. Əlbəttə, hər gün əməliyyat olurdu və istədiyim əməliyyata girə bilirdim. Bir də Nuri Hocanın yanında Durmançoğlu'nun əməliyyatlarına girin, belə bir şey yoxdur. Gedirdim əməliyyata, Nuri Hoca məsələn saat 1-də, 12-dən 1-ə qədər bir aralıq olurdu, yemək vaxtı. Onda artıq mən gedirdim, fərqli əməliyyatlara baxırdım. Öğlen arasında dəyərləndirirsiniz. Hətta nəinki Nuri Hoca, başqa hoca da məni bir dəfə köməkçi olaraq yanına aldı. Bəs gördüyünüz ən qəliz, ən belə deyim də, çətin və maraqlı əməliyyat hansı oldu? Dermoid kist oldu. İlk dəfə belə bir əməliyyat görürdüm. 4-cü kurs olsa da, yəni ilk dəfə öyrənirdim. Hansı ki, kistin içi doludur tüklərlə, dişlərlə, dərilərlə. Və bu o qədər nazik bir qatı olur ki, partlayırdı o içəridən. Başlayırdı drenaj qoymağa xəstəyə ki, bundan sonra düz təmizlənirdi. Amma yenə də hər hansı bir iltihablaşma prosesinə əvvəlcədən müdaxilə üçün o drenajı qoyurdu. O şey var idi, o kinolarda olur, əməliyyatxanalarda o belə. Saxlaşma var idi. Qəliz əməliyyatlar da olur. O əməliyyatda dermoiddə mən də var idim. Bəli, köməkçi idim orada da. Levent doktor idi. Bir də ki, xəstələrlə, daha doğrusu, qadın həkimlərdən biriydi. Belə bir dənə sual verim. Siz orada həm həkimləri gördünüz, həm tələbələri gördünüz. İndi özünüzə tələbəsiz. Oradakı biz həmişə dedik də, məsəl üçün, istərsəniz elə. Çünki Türkiyə, Avropaya daha yaxındır bizdən, daha çox açılır. Çünki bizdən öndədir. Bu həqiqətən elədir, yəni. Həqiqətən elədir. Mən getdim, Nuri Hoca Uzi'yə baxırdı, Uzi də edirdi, öz otağında müayinə edirdi. Yəni, skolunu belə tez diaqnoz qoyurdu ki, bu nədir, o nədir, bu nədir. Və bizə də öyrədirdi həmişə. Plan şey plandır. Hətta ondan sonra bir doktor gəldi. Hansı ki, mənə dedi ki, müayinə edə bilirsən, eləmişsən, dedim, yox, eləmişəm. Dedi ki, öyrədərəm sana, amma heyif ki, axırıncı günlərim idi deyə öyrədə bilmədim. İnşallah, yəni gələcəkdə də bu, belə deyək də, adımlarınızı davam edirsiniz, gözəl düşünürsünüz. Hətta orada bir səhifə açmışdır, mən tələbələrə həmişə deyirəm. Valla, öz İşte bu əziyyət çəkirsiniz də, bunu göstərin. Bunu göstərməyəndə cəmaat bilmir, insanlar bilmir. Bəli, insanın özündə də motivasiya yaranır. Yəni, o girirsiniz, görürsən, məsəl üçün, xoş sözlər yazırlar, nə bilim, tələbə olaraq sizi belə deyil. Çünki bizim millətdə nə qədər də pisin desək də, yaxşısına deməliyik ki,
mesela tələbədir, tələbəyə dəstək görürlər. Öyrənmək istəyən adama dəstək edirlər ki, ya bunu bacardım, bunu elədim, bunu elədim. Çünki bilirik ki, sizin öyrəndikləriniz, sizin bilişləriniz sizdə qalmır əslində. Bunu siz cəmiyyətə ötürürsünüz. Bəli. Necə o deyir, müəllim şamdır, əmriyir və ətrafındakı işğaldır. Həkim də eyni bir şeydir. Bu 10 ilini, 15 ilini hədər eləyir. Öyrənir nədənsə və gəlir insanlara yardım edir, şəfa verir, əməliyyatlarda olsun, çətin əməliyyatlar deyirsin, gör, o çaxnaşmadan insanın psixologiyası da güclü olmalıdır, çaxnaşmada dözə bilsin. Mən tələbələr bilirəm ki, iş əməliyyatlarında özlərindən gedir. Yəni, həkimlər belə eləncə bilirsiniz, yəni istərsiniz həyəcan olur da, bu normal bir şeydir. Oradakı, belə deyək də, dərsləri tələbələrdən maraqlana bildiniz ümumiyyətlə? Bəli, maraqlandım. Orada bir Nur adında bir dostum var idi, patronum var idi. O deyirdi ki, bizdə bəli. Deyirdi ki, məcburi onlar artıq staj eləməlidir. Məsələn, birinci kursda falan qədər staj eləməlidir, ikinci kursda falan qədər, 3 falan. Yəni, bunlar da məcburiyyətdir, praktika eləməlidir. Verəcəm sizə, əlavəniz varsa, onları deyə bilərsiniz özünüzdən. Mənə bir şey də maraqlıdır. Oradakı, məsəl üçün, tələbələr var da, xəstəxanadakı həkimlərin öz tələbələrinə qarşı rəftarları və yaxud da, belə deyək, sən tibb tələbə, mən gördüyümü deyirəm, sizin də fikriniz mənə maraqlıdır. Mən Hacettepe'də onu görmüşəm, Ankara'da onu görmüşəm. İzmirdə də nisbətən. Sən tibb tələbəsən deyib, demək olar ki, necə, onları əl üstündə saxlayırlar ki, böyük bir addımlar bu. Siz orada bunu şahid oldunuz, yoxsa necə oldu sizə? İşte bilirsiniz necə, bütün hamısına yox, ancaq necə deyim, addım atan, nəsə öyrənmək istəyən tələbəyə qarşı böyük hörmətləri var idi. Məsələn, Nuri hocamın yanında mənlə birlikdə başqa qrup yoldaşım var idi, o digər həkimlərin yanındaydı, mən Nuri hocamın yanındaydım. Nuri hocam hara gedir də arxasında gedirdim ki, nəsə öyrənə bilim. Biraz onlar yorğun olur deyə biraz agresif ola bilər, amma mən bunu gözə alalı yenə bir sual verirdim ki, nasıl əsəbləşir, yenə bir şey öyrənməliyəm ya yox. Onlar əslində sevilir o. Bəli, sevirlər. Özü şey olandan sonra deyir, hə, sakitləşəndən sonra özü görə çağırır. Nuri hocam sağollaşanda hətta özü ayağa qalxdı və məndən sağollaşdı ki, sağ olun, dedi, şəkil çəkdirəm falan. Şəkil çəkdirəm. Əlavəniz varsa, maraqlı bir hadisə varsa, onu da danışa bilərsiniz, bizə maraqlı olar. Maraqlı belə deyim, bizim universitetə tələbələrini göndərir, amma belə bir şey var ki, onları orada heç kim qarşılamır, heç kim xəstəxana ilə tanış edəmir, amma sizdə Fəqan bəy bizi, sizin əməkdaş Fəqan bəy bizi apardı, tanış elədi, həm müdiriyyətlə, həm bizi tapşırdı ki, bu tələbə burada olmalıdır. Amma universitet tərəfindən göndərilən tələbələrin isə belə qarşılayacaq adamlar da yox idi, tanış edən adamlar da yox idi. Hətta bir patron dedi ki, biz getdik ora, bizi ancaq laboratoriyada getməli olduq. Qalan yerə bizi qoymadılar ki, bizim xəbərimiz yoxdur sizdən, icazə verə bilmədik sizə. Qaldığımız yer necə idi bizim? Bizim qaldığımız yer, yəni bütün yurtlardan ən yaxşısı idi. Hətta digərlərə sonradan peşman olmuşam, niyə mən sizin yataqxananı seçmədim və s. Bizim yataqxanada həm içəridə paltarlayan var idi, pulsuz paltarımızı yuyurduq, digər yurtları pullu yurtlar, hətta qurulamaq belə pullu. Bizdə ocaq var idi, sonra kondisioner, daha sonra ütü də var idi. Hər şey tam idi. Yəni, məmnun qaldığımıza sevindim. Biz də sizin kimi gözəl, gələcəyə açıq bir tələbə ilə tanış olduğumuzda görə çox şadıq. İnşallah bizim bugünkü gün indi direktimizdə çox həkimlər də yazır, tələbələr də, amma xəstələr də yazır. O qədər xəstə mənə zəng edir ki, bəs falan həkimin yanına getmək istəyir falan. Əminəm ki, siz gələcəkdə bizim həmin o insanlarımıza, xəstələrimizə məsləhət görəcəyimiz həkim olacaqsınız. Çox sağ olun. Sağ olun, bunlar sizə. Bu da sertifikatınızı da gətirin. Yaddan çıxmış rəsminiz var. Baxın, bu sizin sertifikatınız bir QR kodlu sənəddir. Bunu həmişə vurgulayıram. QR kod odur ki, siz dünyanın parasına getsəniz, bu QR kodu oxuduğunuz şəkildə Türkiyənin E-Devlətinə sizin sertifikatınız çıxır. Yəni, siz sənə PDF-ini atmışdınız, mən orada oxutdum, həqiqətən adamı çıxır. Bunlar rəsmi işlə yoxdur, uğurlar sizə. Sağ olun. Təbriklər. Teşekkürler. Sağ olun.